Salam, hörmətli abituriyentlər. Bu videomuzda sizlərə Cənubi Azərbaycanda məşrutə hərəkatı, Şimali və Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi illərindəki ictimai, siyasi və sosial-iqtisadi vəziyyətindən danışacağıq. 1903-cü ildə Qacarlar dövləti Belçika dövlətinə öz ərazisində geniş ticarət hüquqları verən bir müqavilə imzalayır və 1905-ci ildə isə dekabr ayının 12-sində Tehranda qəndin qiymətinin bahalaşması ilə bağlı olaraq bəzi tacirlər həbs edilir və bu məşrutə hərəkatının başlanmasında qığılcım rolunu oynayır. Ümumiyyətlə 20-ci əsrin əvvəllərində Cənubi Azərbaycanda əhalinin hökumətə və şah rejiminə qarşı apardığı mübarizənin ən geniş forması bəstə oturmaq idi. Bəstə oturmaq nədir? Əhalinin tanınmış məşhur yerlərdə, pirlərdə, siyasi xarici nümayəndəliklərdə, səfirliklərdə, diplomatik nümayəndəliklərdə oturaraq mübarizə forması bəstə oturmaq adlanır. Cənubi Azərbaycanda geniş yayılmış etiraz hərəkatıdır bu bəstə oturmaq 20-ci əsrin əvvəllərində və əhali hökumətə qarşı məşrutə hərəkatı dövründə 1905-ci ildən etibarən tələblər irəli sürməyə başlayır. Məşrutə qəbul edilməlidir. Məşrutə sözünün mənası konstitusiya deməkdir. Məclisə seçkilər keçirilməlidir, yəni parlament çağırılmalıdır və xarici məmurlar ölkədən qovulmalıdır. 1906-cı ilin 5 avqust tarixində isə Müzəffərəddin Şah əhalinin tələblərindən birini konstitusiyanın qəbul edilməsi və məclisə seçkilərin keçirilməsi haqqında fərman vermiş olur. Bəs əncümən nədir? Əncümən Cənubi Azərbaycanda geniş yayılmış demokratik qanunverici hakimiyyət orqanlarıdır Cənubi Azərbaycanda və əncümənlərə seçkilər keçirilməyə başlanılır. 1906-cı ilin 30 dekabr tarixində Müzəffərəddin Şah konstitusiyasını imzalasa da tez bir müddətdə vəfat edir və onun yerini Məhəmməd Əli Şah alır 1907-ci ilin yanvar ayında və Məhəmməd Əli Şah qanun verir ki, konstitusiya ləğv edilsin. Konstitusiyanın ləğv edilməsi haqqında fərman 1907-ci ilin 8 fevral tarixində Təbrizdə üsyanın başlanmasına qığılcım rolunu oynayır və əyalət əncümənləri bu üsyandan sonra şəhərlərdə nümayəndəli seçkili orqanlar, yəni qanunverici orqanlar şəhərlərdə hakimiyyəti ələ alırlar və məşrutə hərəkatı dövründə məşrutəçilərin birinci mərkəzi Tehran olub, ikinci mərkəz isə Təbrizdəki üsyandan sonra Təbrizə keçir. Həmçinin Zəncanda da eyni zamanda xalq çıxışları baş veribdir. Onu da qeyd etmək lazımdır ki, Babillər hərəkatı dövründə də Zəncanda xalq çıxışları baş vermişdi. Bu, məşrutə hərəkatı ilə Babillər hərəkatının oxşar cəhəti götürülə bilər. 1908-ci ildə isə Kazak briqadasının rəhbəri olan Lyaxovun məclisi dağıtmasının nəticəsində Səttar xanın başçılığı ilə Təbrizdə bir daha üsyan qalxır və Təbriz çevrilir olur məşrutəçilərin, yəni Cənubi Azərbaycan inqilabçılarının mərkəzi. Səttar xan fədai dəstələri, yəni özünü mübarizə uğrunda qurban verməyə hazır olan şəxslərdən ibarət dəstələr formalaşdırır. Həmçinin hərbi şura yaradır. Hərbi şuranın yaradılması Quba üsyançıları ilə oxşar cəhət götürülə bilər. Və Səttar xanın mübarizə dövründə bir yoldaşı da var idi, Bağır xan. Bağır xanın adı əhali arasında Salari milli, Səttar xanın adı isə Sərdari milli olaraq anılırdı. 1909-cu ildə isə hökumət İngiltərə və Rusiya ilə ittifaq bağlayaraq məşrutəçilərə divan tutmaq haqqında belə bir razılıq əldə eləyir və hətta Səttar xan və Bağır xanı 1910-cu ildə danışıqlar aparmaq üçün paytaxta dəvət eləyirlər. 1910-cu ildə isə Səttar xan danışıqlar aparmaq üçün Tehrana gəlir. Təbii ki, Səttar xanın danışıqlar aparmaqda məqsədi var. Niyə gəlir Tehrana? Bunun səbəbi ondan ibarətdir ki, nahaq yerə qan tökülməsini istəmir. Bir də başa düşür ki, artıq dövlət, Qacarlar dövləti İngiltərə və Rusiya ilə danışıqlara giribdir, ittifaq bağlayıbdır. Şah hökumətinin həyata keçirdiyi hərbi tədbirlərin nəticəsində böyük ehtimal ki, mübarizə aparılsa, üsyan məğlubiyyətlə, yəni mübarizə məğlubiyyətlə nəticələnəcəkdir. Ancaq hiylə vasitəsilə Şah hökumətinin adamları Səttar xanın tərəfdaşlarının yerləşdiyi parka hücum təşkil edirlər. Hərəkat məğlubiyyətlə nəticələnir. Səttar xan ev dustağına çevrilir və 1911-ci ildə Cənubi Azərbaycanda demək azadlıq
xarakteri daşıyan hərəkat, məşrutə hərəkatı demək yatırılmış olur. Təbii ki, burada tələblər yuxarıda göstərildiyi kimidir. Burada demokratik idarə quruluşunun yaradılması yaxud dövlətin respublika idarə forması ilə əvəz edilməsindən söz gedə bilməz. Təbii ki, hərəkat da Qacarlar sülaləsinin ağalıq dövrünə qarşı idi. Şimali Azərbaycan 1-ci Dünya müharibəsi illərində mövzusundan danışsaq, 1914-cü ilin 1 avqust tarixində Almaniyanın Rusiyaya müharibə elan etməsindən sonra Azərbaycan da Rusiyanın müstəmləkəsi olduğu üçün Rusiya tərəfdən müharibəyə qoşulur. Birinci olaraq onu qeyd etmək lazımdır ki, 1-ci Dünya müharibəsi illərində Antanta və Üçlər İttifaqı adlı iki blok bir-biri ilə müharibə aparırdı. Antantanın tərkibində olan əsas dövlətlər İngiltərə, Fransa və Rusiya idi. Üçlər İttifaqının tərkibində olan dövlətlər isə Almaniya, Avstriya, Macarıstan və İtaliya idi. Azərbaycan Antantanın tərkibində olmuş Rusiyanın tərkibində müharibəyə qoşulur və 1-ci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycanla bağlı əsas planı Bakı neftini ələ keçirmək idi. Həm 1-ci Dünya müharibəsində, həm 2-ci Dünya müharibəsi illərində Azərbaycan nefti, yəni Bakı nefti böyük dövlətlərin hərbi planlarında əsas yeri tuturdu. 1915-ci ildə Difai Partiyasının rəhbəri Aslanxan Xoyski Ənvər Paşa ilə Osmanlı dövlətinə danışıqlara gedir və Azərbaycanda müstəqil bir dövlət yaradılması ideyasını təqdim edir. Hətta Ənvər Paşa bu ideyanı bəyənir. 1-ci Dünya müharibəsi illərində demək Qafqaz cəbhəsi var idi, Qərb cəbhəsi var idi. Ümumilikdə 4 cəbhə olubdu. Amma Qafqaz cəbhəsində mübarizəni əsas aparan dövlətlər ruslarla Osmanlılar idi. Hətta 1914-cü ilin dekabrı, 1915-ci ilin yanvar ayında baş vermiş Sarıqamış əməliyyatında ruslar qələbə qazanır, Osmanlılar məğlubiyyətə uğrayırlar və burada rusların qələbə qazanmasına təsir göstərən amillər hava şəraitinin Osmanlının əleyhinə olması, yəni rusların xeyrinə olması və Osmanlıların hərbi texniki baza cəhətdən geriliyi idi. 1914-cü sonu 15-in əvvəllərində baş vermiş Sarıqamış əməliyyatı Osmanlıların ümumiyyətlə Cənubi Azərbaycandakı üstünlüklərinə, yaxud Cənubi Qafqazdakı üstünlüklərinə, Qafqaz cəbhəsindəki hərbi uğurlarına son qoymuş olur. 1915-ci il 24 aprel tarixində isə 1-ci Dünya müharibəsinin gedişində uydurma erməni soyqırımı adlandırılan hadisə baş verir. Güya ermənilər elə dünyaya car çəkirlər ki, türklər erməniləri qırıbdır, amma məsələnin iç üzü başqa cürdür. Bu haqda biz 1-ci Dünya müharibəsi mövzusunun yəni ümumi tarixlə bağlı olan hissəsində danışacağıq. Əlavə Şıxlinski 1-ci Dünya müharibəsi dövründə iştirak etmiş Azərbaycanlı hərbiçilərdən biridir. Şıxlinski üçbucağı adlı tərtib etdiyi taktika hədəfin dəqiq nişan alınması ilə bağlı idi və Rus artilleriyasının Allahı adlandırılan Şıxlinskiyə Peterburqun, yəni Petrogradın müdafiəsi, Qrad şəhər deməkdir. Qədim Slavyan dilində Almanlar da Petrograd, yəni Peterburqu Petrograd adlandırırdılar. Peterburqun toplarla müdafiəsi Şıxlinskiyə tapşırılmışdı. Orduda xidmət etməyin çətinliyi ucbatından 1917-ci ildə istefa verən Şıxlinski artilleriya zabitlər məktəbinin və Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi vəzifələrini yerinə yetirmişdi müharibə illərində. Səməd bəy Mehmandarov isə 1914-cü il Lodz əməliyyatında Alman qoşunlarına böyük bir zərbə vurmuş, tam artilleriya generalı rütbəsi ilə mükafatlandırılmış, brilyantlarla bəzədilmiş Georgi silahı ilə mükafatlandırılmışdı. Həmçinin Rusiyanın, Fransanın, Böyük Britaniya və Rumıniyanın ali hərbi mükafatları ilə təltif edilmişdi. Hüseyn xan Naxçıvanski isə müharibə illərində 1915-ci ildə Visla çay sahilində baş vermiş döyüşdə Alman generalı von Mackensenin ordularını məğlubiyyətə uğradır. Hüseyn xan Naxçıvanski yeganə insandır ki, Çarın müsəlman yavəri, yəni müsəlman şəxsi qoruyucusu, general adyutantı olmuşdu. Həmçinin Cənub-Qərb cəbhəsində diviziya komandanı vəzifəsini yerinə yetirmişdi. İbrahim Ağa Vəkilov isə ordu qərargahlarında döyüş xəritələrinin hazırlanması işinə baxmış, general-mayor rütbəsi almış ilk Azərbaycanlı hərbi topoqraflardan biridir. Fərrux Ağa Qayıbov isə müharibə dövründə ilk hərbi təyyarəçidir. 1916-cı ildə Vilnius səmasında İlya Muromets nömrə 16 təyyarəsi ilə Alman demək hava gəmilərindən, Alman təyyarələrindən bir neçəsini vurur, lakin sonda özü də həlak olur və müqəddəs Georgi ordeni ilə
ordeni ilə təltif edilir. 1914-cü il 23 avqust tarixində Çar 2. Nikolay belə bir fərman verir ki, Cənubi Qafqazda könüllülərdən ibarət Qafqaz yerli süvari diviziyası yaradılmalıdır mübarizə aparmaq üçün 1-ci Dünya müharibəsi illərində. Həmin Qafqaz yerli süvari diviziyasının Azərbaycanlılardan ibarət bölməsi Tatar süvari alayı adlandırılırdı. Tatar süvari alayının ikinci adı isə Vəhşi diviziyadır. Tatar süvari alayının yaradılmasında Yelizavetpol quberniyasının məşhur bəylərindən olan Fərrux bəy Vəzirov xüsusi iştirak etmişdi və alay cəbhəyə gedərkən Azərbaycan dilində antılı öhdəlik qəbul eləyirdi ki, yəni Çar ordusuna xəyanət etməyəcəklərinə dair söz vermiş olurdular. Alay 1918-ci ilin yanvarında öz fəaliyyətini dayandırmışdı. Həmçinin müharibə illərində Gədəbəy misəritmə zavodunun qeyri-müsəlman fəhlələri orduya çağırılmırdı. Bunun əsas səbəbi nə idi? Zavod hərbi sifarişi yerinə yetirdiyinə görə idi. Zavodun hərbi sifariş yerinə yetirməsi baxımından, yəni ön xəttə aparılmırdılar. Onlar arxa cəbhədə hərbi sifarişi yerinə yetirərək ordunu bu şəkildə təmin etdiklərinə və bu mükəlləfiyyəti yerinə yetirdiklərinə görə Çarizm onları orduya aparmırdı. Cənubi Azərbaycanda isə 1-ci Dünya müharibəsi dövründə 1912-ci ildə Təbrizdə Alman kapitalı əsasında Təbriz Xalça şirkəti fəaliyyətə başlayır. 1914-cü ildə Cənubi Azərbaycana daxil olmuş Osmanlı qoşunları Sarıqamış əməliyyatından sonra 14-cü ilin son 15-ci illərin əvvəllərində Cənubi Azərbaycana tərk eləyirlər və Sarıqamışdan sonra ruslar daxil olurlar Cənubi Azərbaycana. Lakin ruslar da burada çox qala bilmirlər. Çünki 1917-ci ilin fevral burjay inqilabının baş verməsi, Rusiyada inqilabın baş verməsi səbəb olur ki, ruslar Cənubi Azərbaycanı tərk eləyirlər və ruslar Azərbaycanın cənubunu tərk eləyəndən sonra 17-ci ilin sonunda ingilislər gəlib Cənubi Azərbaycanı işğal eləyirlər. Demək, həm 1-ci Dünya müharibəsi illərində Osmanlılar, həm ruslar, həm də ingilislər Cənubi Azərbaycana daxil olmuşdular. Ruslar isə 1915-ci il 15 yanvar tarixində Təbriz şəhərini tutmuşdular. Bunu nə ilə oxşar cəhət götürmək olar? Xatırlayırıqsa 1827-ci ilin oktyabrında 2-ci Rus-Qacar müharibəsinin gedişində də Təbriz şəhəri ruslar tərəfindən işğal edilmişdi. İngilislərin Cənubi Azərbaycandakı ağalığı dövründə erməni və aysorlara silah paylanılır və müsəlman əhaliyə qarşı qırğınlar həyata keçirilir, soyqırım. Həm 1-ci Dünya müharibəsi illərində şimalda, həm də Cənubi Azərbaycanda ermənilər tərəfindən soyqırımlar təşkil edilmişdi. Şimalda bunu dəstəkləyən ruslar idisə, cənubda bunu dəstəkləyən ingilislər idi və 1918-ci ilin mart ayının 21-də Azərbaycanın cənubunda Urmiyada Urmu bəlası adlı hadisə törənir. 10 minə yaxın müsəlman türk qətlə yetirilir Cənubi Azərbaycanlı. Urmu bəlasının qarşısını alan hadisə nə olur? Osmanlıların yenidən 1918-ci ildə Cənubi Qafqaza daxil olması, yəni Cənubi Qafqaza gəlməsi bir növ ingilislərin, ermənilərin və aysorların qarşısını ala bilir. Bir də 1918-ci il növbəti dərslərimizdə keçəcəyimiz Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatının gedişində Xiyabaninin fədai dəstələrinin mübarizəsi nəticəsində bu soyqırımların qarşısı alınmış olur. Belə hörmətli abituriyentlər, bu dərsimiz haqqında da danışacaqlarımız bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.